Değerli izleyicilerimiz, hoş gördük sizleri. Məştəqələ Əş bağlarında İnsan markete yaxın 4 sot torpaq sahəsinin üzərində təcili icranın çıxarışı köhnə sənədli kommunallar var. Çota bir mətbəxdən ibarət həyət evimiz çıxıb satılır. İnşallah bağ sahəsini göstərək. Bütün meyvə ağaclarına qədər var. Sadəcə olaraq biraz səliqəyə salınmalıdır bax. Evi də göstərəcəm sizə. Evin əslində aşağıda bir zal, 2 yataq, bir mətbəxdən ibarətdir. Onu göstərəcəm indi sizlərə. Sizə xırda-xırda işləri var, belə deyək. Evin ikinci görünüşünü göstərim sizlərə, fikir verin. Və şəxsi tikilidir, fikir verin betonların atılmağını. Hətta ikinci mərtəbənin prekanını qoyub da qardaşın imkanı olmuyor ki, ikinci mərtəbəni qaldırsın. O böyük bir 4 sotun içindədir. Buranı da göstərirəm sizlərə, fikir verin. Giriş sesini təqdim edəcəm. Evin içərisində sizlərə təqdim edəcəm. Qeyd etdiyim kimi sadəcə olaraq biraz əl gezdirmək lazımdır. Əl gezdirsə yer olarak hündür yerdir, havadan yer, hava çəkən yerdir. Fikir verin. Var meyvə ağaclarına var. Gilas ağacı da bütün meyvə ağaclarına gələn var. Və evin ön hissəsini təqdim edeyim sizlərə. Böyle bir ön hissəsi var. O tərəfə keçmək ağaclar çox olduğundan. Yerdən də ən azından 4 daş götürüldü. Giriş hissəsində göstərim sizlərə. Belə bir darvazası var. Bu hissəsini də göstərim, fikir verin. Qeyd olunub, bunu da orada göstərim. Prekandan ikinci mərtəbədə imkan qaldırmağa. Yer olaraq yaxşı yerdir. Və keçir inşallah. Evin içəri hissəsini təqdim edəcəm sizlərə. Qiymət 37.000 manatdır, yəni təcili satılır. Yəni yazıq olarsa, inşallah indirimli var. Etdiyimiz kimi ikinci mərtəbənin hissəsidir. Burada da atmalar atılır. Eynən bir yerdedir. Və keçək inşallah evin sahəsini sizlərə, içərisini sizlərə təqdim edirəm. Evin içərisində göstərirəm, sizlərə təqdim edirəm. Düzdür, qeyd etdiyimiz kimi işləri var. Aboy da qatılıblar yəni qalıb. Zal olaraq zal fikirlərin böyük bir zaldır. Böyük bir zalı var. Zal səs göstərim sizlərə. Yəni əl gəzdirilsə, düzəlsə, həm gəlir və həm havasına görə əladır.